Növbəti xəbərimizlə davam edəcəyik. Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmə və külli miqdarda mənimsəmə ittihamları ilə həbs edilən Adnan Əhmədzadənin çirkin əməlləri üzə çıxmaqda davam edir. Səbail rayon məhkəməsi sentyabrın 20-sində onun barəsində 4 aylıq həbs qətimkan qərarı verib. Bu o deməkdir ki, Əhmədzadə barəsində istintaq araşdırmaları davam edəcək. Dövlətin külli miqdarda vəsaitini oğurlayan bu şəxsin futbola olan marağı və bu sahədəki dostluq münasibətləri hər kəsə məlumdur. O, Messi, Ronaldinho kimi əfsanəvi futbolçular, Juan Laporta kimi tanınmış funksionerlə dostluq münasibətləri qurub. Bütün bunlar onun mənimsədiyi pullar sayəsində reallaşıb. Əhmədzadə onlarla münasibətini şəxsi PR-na da istifadə edib. Əhmədzadə son vaxtlar Azərbaycan futboluna maraq göstərməyə başlayıb. Əvvəlcə Azərbaycan Sport Talents Akademi futbol akademiyası yaradıb. Bir müddət sonra bu ilin yanvarında Mingəçevir klubunu məhz həmən şirkət vasitəsilə maliyyələşdirməyə başlayıb. O klubu çox yaxın dostu və adamı Rafael Bunyatova tapşırıb və bu ilin gedişində o daha bir klubun maliyyələşməsində iştirak edib. Kəpəzin sponsorluğunu öz üzərinə götürdüyü ilə bağlı iddialar da var. Gəncə təmsilçisinin idarə heyətinin sədri Adil Vəliyev məhz Əhmədzadəyə yaxın münasibəti ilə tanınır. Hətta onun sağ əli olduğu da iddia edilir. Bundan başqa Adnan Əhmədzadə Barselonanın Azərbaycanda fəaliyyət göstərəcək futbol akademiyası layihəsində də birbaşa iştirak eləyirdi. Məhz onun səyləri nəticəsində keçmiş Şəfa stadionu indiki arena məhz bu iş üçün ayrıldı. Hətta orada yenidən qurma işlərinə də başlanıldı. Əhmədzadənin Azərbaycan futbolu ilə münasibətləri bununla bitmir. Onun sahibi olduğu Rahat Supermarketlər şirkəti vasitəsilə 2 Premier Liqa klubu ilə sponsorluq münasibəti də olub. Bunlardan biri Neftçi, digəri Zirədir. Söz gedən şirkət 2024-2025-ci il mövsümündə hər iki klubun titul sponsoru olub. Ağqaraların formalarının arxa hissəsində, qartalların isə formalarının sağ qol hissəsində Rahatın reklamı yerləşdirilib. Buna görə də hər iki kluba müəyyən məbləğ ödənilib. Göründüyü kimi Adnan Əhmədzadə Azərbaycan dövlətindən uğurladığı milyardlarla vəsait nəticəsində şəxsi PR-ını təşkil edib, özünü sosial layihələrin təşkilatçısı, klubların dostu və uğurlu bir iş adamı kimi göstərməyə çalışıb.